Bilirsiniz, bizim hayatımızın bu ağır devrinde benim özümün çok məsuliyyətli ve çətin işimdə gençleri eşitmeye, dinlemeye, onların sesini duymağa həmişə ihtiyacım var. Ona göre de bu fırsattan kim ister istifade etsin ve kim danışmak isterse danışsın. Buyursun, kimin daha? Hörmətli Prezident, hörmətli tələbələr və müəllimlər. Mən bugün çıxış etməyə mənə əsas ifadə edən şərt, mən test üsülə keçən imtahanlardan tamamilə razıyam və onu bu dərəcədə obyektiv vəziyyətə salan bütün şəxslərə, öz tələbə yoldaşlarım və valideynlərim adından minnətlarımızı bildirirəm. Bayaq burada iştirak edən bəzi abituriyentlər bildirdilər ki, əgər test imtihanı olmasaydı, biz ali məktəbə qəbul ola bilməzdik. Sabah daimə hər yerdə işləyib, mənim anam həkimdir, atam mühəndisdir, daim hüquqşünasdır. Onlar 1970-77-ci illər ərzində Azərbaycanın ali məktəblərinə qəbul olublar. Onlar kasıb ailədən olublar, yalnız öz savadları hesabına ali məktəblərə qəbul olublar. Və mən bunların adından da öz prezidentimizə minnətlərimi çatdırıram. Bunlar çatdıra bilməyiblər. Mən çatdıram onların minnətlərimi. Oxumaq heç nəyə baxmır. Mən özüm Tərtərdənəm. Tərtər Sabit Paşayev adına Tərtər şəhər Umudlu kənd orta məktəbini bitirmişəm. Demək olar ki, mənim bütün hazırlıq dövrüm ateş altında keçib. İnanın ki, mən müəllim evində hazırlaşırdım. Nətər deyim, mərminin biri müəllimin qapısına düşüb, mən demək olar ki, müəllimin evinin bir tərəfində adıb, hətta müəllimin uşağı da yaralanıb. Bunu deməkdə əsas məqsədim odur ki, oxumaq heç nəyə baxmır, oxumaq insanın özündən asılıdır. Bilik daima işləyib, işləməkdədir. Hörmətli Prezident, sizə böyük minnətlərimizi bildiririk. Test imtihanlarının obyektiv keçməsinə görə böyük həyəcan hisslər keçirəm. Mən Görürsünüz, kızlar o dəqiqə başa düşdülər ki, oğlanlar, güman edirəm ki, çıxış edənlər bu salonda olan bizim gençlerin hamısının ürək sözlərini dediler, elə değil mi?